Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində 12 iyun tarixidir. Bir xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, məlum olduğu kimi Azərbaycanın bir sıra bölgələrində yasda ehsan süfrəsinin verilməsi qadağan edilib və bu qadağanın ardından sosial şəbəkələrdə vətəndaşları ən çox narahat eləyənsə, məsələ isə məhz bu bölgələrdə ehsan məsələsi aşkarlanırsa cərimələnmə baş verir və bu cərimələnmə nə şəkildə olur, hansı qanunvericiliyə əsasən həyata keçirilir? Məhz bununla bağlı açıqlamamız olacaq. Mətbuat Taza açıqlamasında vəkil Vamik Şükürov bu mövzuya açıqlama gətirib və qeyd edib ki, hazırda Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və ya yerli icra hakimiyyətləri haqqında qanunvericilikdə yas mərasimində ehsan verilməsinə görə cərimə nəzərdə tutulmur. Vamik Şükürov həmçinin qeyd edib ki, belə bir xətanın, yəni ehsan verdiyinə görə fiziki şəxsin, ailənin və yaxud da ki, sahibkarın cərimələnməsinin hər hansı bir hüquqi əsası mövcud deyil.